Herkese salam dostlar, kanalımıza və yeni videomuza xoş gəlmisiniz. Bugün sizlərlə Royal Passımızı açacağıq 50-yə qədər. Videomuza keçməzdən əvvəl zəhmət olmasa kanalımıza abunə olmağı, videomuza da like atmağı unutmayın. İndi isə keçək sürətli bir şəkildə Royal Passımızı açalım. İlk öncə Royal Passa gəlirik. Buradan pası yüksəlt deyirik və 1.50 arasındakını yüksəldəcəyik. Gördüyünüz kimi belə də mükafatlar var. Bunları yükləməyə qoyun. Bunlar yüklənsin. Ona kimi də biz Royal Passımıza Elite Royal Pass adına bir dəqiqə mənim 60 UC kuponum yoxdur mu? Kupona baxım. 60 UC Royal Pass kuponumuz yoxdur. Mesajlarda qalmayıb ki, bir baxım. Yox, heç nə yoxdur. Onu da səhv yapma gəlir onda yəqin ki. Səhv salmış ola bilərik. Pası yüksəlt deyirik. 350 açırıq bunu. Bunlar da yüklənirlər dostlar. Bunları da yükləyə bilsək görək. Aha, yüklənirlər. Aha. 360 UC-yə Royal Passımızı açırıq. Açdıq arkadaşlar. Royal Passımız oldu Elite Royal Pass. Onu bir dənə kapataq. Royal Passımız da oldu 50. Gələk burada 2 dənə də şey var. Bunları ödü otomatik topları geçək. Bunu alırıq. Ardınca da bunu alırıq. Ardınca da gəlirik. Burada nə idi? Ha, bu ücretsizdir. Kola görə kartı alaq. Ücretsizdir, sevirik. Ücretsiz şeyləri ver oyun. İndi gəldik buraya. İlk öncə bu setimizi götürək. Setimizi götürdük. Lanetli komando seti. Gördüyümüz kimi belə bir setdir. Maraqlı. Gəlirik buradan. Maraqlı olan şeyləri götürək. Qalanlarını sürətli bir şəkildə toplayarıq. Burada bir dənə bizon desənimiz var. Fosforlu zehir bizon. Bax, bir dənə bizonumuzun desəninə. Maraqlı bir dənə də bizon desənidir. Belə. Maraqlı. O da qəşəngdir. Sonra keçək burada samolyot desənimiz var. Gölgə kanat uçaq qaplaması. Onu da aldıq. Gözəl. Ondan sonra burada nədir bu? Ha, işte. Sonra onu qurdalamaq olar. İndi hələlik buradan. Burada bir dənə də kask desənimiz var. Krom nabız kask. Maraqlı bir kask daha alırıq. Yəni o kaskımıza bir dənə incəliyək. 2 level necə? 2 leveli belə. 1 leveldə belə. Pis deyil. İşlətmək olar. Burada belə paraşüt desənimiz var. Onu sürətli bir şəkildə yükləyib belə bir baxaq. Belə bir paraşüt. Üstündə nədir? Nəsə var. Sakız kimi görsənir. Hər nəysə. Keçək bu ana. Buradan da alaq. Kurdeleli fail. S1897. Pompalı bəyənir. Şekerin naleti adında da bir dənə ifadə aldıq. Qəşəng bir pompalı aldıq. Pompalının görünüşü həqiqətən də qəşəngdir. Hardadır pompalı? Burada. O həqiqətən yaxşı görsənir ha. Çox az desən qoydu. Amma silahın özünün görünüşü yaxşıdır. Bu hansı pompalı idi? İfadəmizə də bir dənə baxaq. Balqavağı əlinə alır və başına keçirdir. İşte mükəmməl bir ifadəmiz. Cacalar bayramımıza atmı gəlir? Bu nə idi belə? Balqavaqlı bir şeylər gətirir bu oyun. 40'da Royal Passımızın seti var. Şekerin laneti seti və şekerin laneti başlığı alırıq. Laneti setini də tamamlamış olduq. Sonra gələk görək burada başqa nəyimiz var. Royal Passda maraqlı mükafatlardan gəlirik. Belə bu seti bir dənə baxaq. Nə maraqlı durur belə olanda. Bu silah əlində olanda belə olur dedi. Bir dəqiqə seti keç. Yox. Silahı yığışdırmayanda o heç. Hər nəysə. Burada bir başlıq var 45'də. Bu nəyin başlığıdır? Bu nə? 45'də bir dənə bal qabağı perisi başlığı. O başlığı niyə orada verir? Seti yoxdur, amma başlığı var, maraqlı. Yoxsa var idi mi set? Mən mi götürmədim, nə oldu? Onu qarışdırdım birazdan, hər nəysə. Gəlirik buradan, yüksəltilə bilir silahımızı da alaq. Şekerli Hortulaq MP7. Maraqlı, bu da maraqlıdır. Bir dənə son bir dəfə belə bir baxış keçirək görək burada nələrimiz var, nələrimiz yoxdur. Heç 50'yə qədər olan Royal Pass ödüllərimizi aldıq. İndi isə hepsini topla deyək.
Hepsini topla deyəndə də bunu yükləyək. Bunu yükləyək. Baxaq başqa nəyimiz var. Heç nə. Elə budur, düzdür dostlar. Elə budur deyəndə də yaman xeyli qoydu var ha. Hər nəysə, götürdük bunu. Sistem nəsə deyir. Oku və hepsini başını buraxaq onu. Envanterimizə gələk. Setlərimiz bu, kaskımız bu. Burayı sürət keçirəm aslında. Burayı yəni xımır eləməyin bir şey yoxdur. Sonra gəlirik buraya. 47 dənə bundan verib 4 dənə klassik sandıq eləyir. Sonra gələk buraya sürətli olsun. 6 dənə premium sandıq kuponu verib. Onu da belə eləyək. Bunu da sürətli bir şəkildə bir kutu açılımı da eləyək. Azdan çoxdan bir kutu da açaq. Düzdür? Premium sandıqda gəlmişkən bir açaq bunu. Premium sandıqda seti yükləyək. Setsiz qalmışıq, paltarsız qalmışıq. Sürətli bir şəkildə biz açaq. Bir dənə gəlir sandıq. 6 dənə sadəcə təhvil aça bilərəm. Açdım. Qoy sürət keçək. Böyük ihtimalle heç nə çıxmayacaq. 5-də mükafat verirsə, yox, 10-da verir. 5 real paslatdı, 5 real paslatdı və 5 real paslatdı. Varında mı? Yox, artıq ucunandır. Başımı bıraxın. Ucunan açmağa dəyməz. Burada belə bir setimiz var. Destanslı setdir bu özü. Burada da hər kəsin istədiyi kimi, mənim də istədiyim buz yarı M416 ala bilsək mükəmməl var. Qoy sadəcə silah dursun belə. Bir dənə 10-luq dilək tutaq. Qoy tutaq dilək. Burada da nəyə dilək tutursa onu çıxmır deyəsən. Prosto biz M4-də dilək tutaq yenə də. 18 dənədir. Gəlin 8 dənəyi sürətli çıxın. 1 getdi. 2 getdi. 3 getdi. 4 getdi. 5 6 7 10 7-də içində maraqlı bir şey çıxdı. Və 8 düzdür. Bir dənə də 10-luyu gömürəm. 51 oldu röpasımızda. Bir dənə də 10-lu gəlir. Gəldi 10-lu. Getdi. Görən çıxır. Heç nə çıxmaz mı be? Heç nə çıxmaz mı be? Bir dənə bir şey atarsın. Oyunla simicliyinə salıb heç nə deməm. Belə bir set gəlib oyuna. Bu nə setdir? Gətiriblər yenə. Bu biri yüklensəydi bir sənə baxardıq. Bir dənə də belə bir set gətiriblər. Maraqlı setlər gətiriblər. Gəlin bunu sürətli bir şəkildə açalım. Heç nə çıxmadı. Bir dənə də 10-lu açaq. 10-luyu gömürəm. 10-lu gəliyor. 10-lu gəldi. Görən nə çıxır? 10-lu da boş çıxır. Burada 30 dənə yığanda nə verir? Burada nələr var? Heç nə. Onsuz da böyük ihtimalle yıxsan da oradakı ən pis şeyi götürüb sağ verəcək. Ona görə dəyməz. Askeri sandıqda önəmli bir şey varmı? Yoxdur. Çevirmələrdə new nəsə deyir. Motor Crew nəsə maşın söhbəti var. Bir də bunu keçək. Lotus 30 UC-yə dəyməz. Onsuz da çıxardan bir şey deyir. Yəni. Bu nə deyir? Belə elə deyir. Oğuldu. Ellədim bu dəqiqə. Lucky Spin, Surprise Spin. Heç nə. Dəyməz. Heç birinə atmağa dəyməz. Onsuz da heç nə çıxmayacaq. Otomatikdə bir dənə makine eldən nəsə çıxartmışıq. Biz ona desən çıxıb. Lazım deyil. Tapancaya nəsə desən çıxıb. Məndə olmayan bir tapanca. Desən çıxmıyor. Aldıq yəni. Belə. Bu nə sıfatda duruşda. Duruşa kaç puan? Pompalıya da işlətməyəcəm. Məndə daha maraqlı bir desən var. Biz ona dediyim kimi lazım deyil. Otomatika keçirik. Yenidən skalimizi əlimizdə saxlayaq. Başını bıraxıq digər silahların. 19 dənə malzəməmiz var. 19 dənə malzəməmiz var. Bir dəqiqə. Onda atölyəmizə gələk. Laboratoriyamıza girək. Bu silaha yox, mövcuda gələk. Skarlimizi 19-5. Skarlimizi yüksəldə bilərik. 3 eləyə bilərik Skarliyi. Başqa burada mənim ən çox istədiyim silah hansıdır? Bir dənə ona baxın mı? UMP var. UMP'yi də çox istədirəm. Amma UMP'yə ölüm deyirseniz gətirəm mənəm. Onda bizonumuzu da yüksəlməmişəm heç. Ən çox elə bir Skar oynayıram.
Skara daha yaxınam. Skarı yüksəldirəm. Gelişmiş suret alındı və ölüm duyurusundalıq Skara. Ölüm duyurusu alındı. Skarliyimiz artıq yüksək bir səviyyədədir. Gözəl oldu. Atölyemizə yenidən gələm. Minimum büdcələ maksimumunu eləməyə çalışıram. Necədir? Super məncə. Skarliyimiz maxdır artıq. Gözəl. 3 səviyyədə olsa maxdır. Burada DBS-imiz də maxdır. Arbaleti maxlamaq olar, bunu maxlamaq olar. Başqa arbaletindən bunu da maxlamaq olar. İkisi də ən oynanılmayan silahlardır. Birləşdirilə bilər deyir. Başqa heç birini yüksəlməmişəm. Bunu da yüksəlməmişəm. Buna da heç dəyməmişəm. Buna da. Heç birinə toxunmamışıq. Yəni birini 3 level yeni eləmək olar. Ya bunu ya da bunu 3 level eləmək olar. Buradan buna gəl. Ölüm duyurusu alsaq. Ölüm duyurusu maraqlıdır. Prosto mən onun ölüm duyurusunu ha vaxt bunları işlədirəm ki. Ölüm duyurularını da işlədim. Bunları basmağa dəyməz. Bunları yəni heç vaxt işlətmədiyim silahlardır. Həsiniz dostlar. Belə videomuz bu ideyi bunu götürüm. Bu burada qalmasın. Bir dənə də bir yatan yadımdan çıxdı. Bunu götürüm. Elə videonun içində də bunu götürək. Nəyəcə bu yatan mükafat vermişdi. Heç bilməm nədir. Baxım kolleksiyonlarda. Sezonda necə verir. Bu nə? Bu nə də? Gecə çıxartması. Bir dənə də bu nədir? Lazımsız 2 dənə şey verib. Heç önəmli bir şey yox imiş. Heç nə dostlar. Belə. Bu videomuz da buraya qədər idi. Hər şeyi aldıq, götürdük. Royal Passımızı tamamladıq. Biraz dənə kutu açdıq. Belə. Videomuz buraya qədər idi uşaqlar. Videomuzu izlədiyiniz üçün, buraya qədər izləyən varsa əgər, çox sağ olsun izlədiyi üçün təşəkkürlərimi bildirirəm. Zəhmət olmasa da kanalımıza abunə olub, videomuza da like atmağı unutmayın. Sağ olun, salamat qalın. Gələn videolarda görüşərik. Sağ olun.